Salam dostlar, kanalıma xoş gəlmisiniz. Həmişə olduğu kimi bu dəfə də sizlər üçün çox maraqlı bir vlog hazırlamışam. Bugün bizim üçün xüsusi bir gündür. Anamın ad günü. Biz qərara gəldik ki, həm anam ilə baş çəkək, həm də ən sevdiyimiz yerdə, təbiət qoynunda bu günü birlikdə qeyd edək. Seçdiyimiz məkan isə doğrudan da möhtəşəm idi. Bura Goranboy rayonunun Ağca kənd kəndidir. Dağların sərin havası, quşların cəhcəhi, yaşıllıqların göz oxşayan rəngi bizə unudulmaz anlar yaşatdı. Ailəmlə birlikdə həm gülüb əyləndik, həm də təbiətin bu gözəlliklərindən doyunca həzz aldıq. Anam üçün də çox dəyərli, yadda qalan bir gün oldu. Burada təkcə mənim xoşuma gəlməyən bir nüans oldu ki, yolu bizim üçün biraz uzaqda. Təxminən 1 saat, 1 saatdan da artıq bir məsafədədir Gəncədən. Ancaq qalan hər şey çox gözəl idi. Yaxınlıqdan çay keçirdi. İrəliyən dəqiqələrdə çəkmişəm həmin çayı da sizlərə göstərəcəm. Üzərində də belə məkanlar yerləşdiriblər və yeməklər orada servis olunur. Mən çox bəyəndim. Əsl yaylıqdır. Elə yayın məncə bu bizdə olan son gəzintisidir. Çünki artıq havalar soyuqlaşır. Burada da bizim menyumuz gəldi. Saat sifariş etmişdik. Dadlı idi. Kənd peçəsi ilə doyunca yedik. Daha sonra isə getdik ətrafı gəzməyə. Ətrafda ən xoşuma gələn hissələrdən biri də məhz bura idi. Taxtalarla bəzədilmişdi. Yəqin ki, burada da stollar qoyulub yeməklər servis edilə bilər. Ancaq bugün boş idi və mən getdim, orada dayandım bir neçə dəqiqə. Bu gözəl çayın səsini dinlədim. Çox gözəl, valeh edici idi suyun səsi, ətraf. Mən təbiəti çox sevirəm, ona görə də belə məkanlar mənə xüsusi zövq verir. Burada isə dağ görüntüləridir. Bura mənim çox xoşuma gəldi, təkrar deyirəm. Çünki həm dağ, həm çay hər ikisi bir arada çox gözəl idi. Eyni məkanda yerləşməyə bu iki təbiət gözəlliyinin həqiqətən gözəl idi, füsunkar idi. Burada isə dağlardır. Soyuq olduğu üçün artıq yavaş-yavaş otlar saralır, ağacların yarpaqları saralır. Burada payız daha tez yəqin ki gəlir. Biz çay içdik. Yoldaşım burada çay içir, mən də onu çəkdim. Bu mənzərə də möhtəşəm idi, doya bilmirdim bu gözəl mənzərələrdən. Daha sonra isə getdim anamgili çağırmağa. Atam, anam və qızım onlar birlikdə gəzirdilər. Ümumiyyətlə mən onların yanında olanda anam qızıma öz övladı kimi baxır və mən də özümü çox rahat hiss eləyirəm. Qətiyyən onun heç bir ehtiyacı məni narahat eləmir. Çünki anam hər birini məndən qabaq qarşılayır. Bu çox gözəldir. Təki həmişə yanımda olsun. Burada isə anamın tortunu kəsirik. Mən demək istəyirəm ki, ana, sən bizim ailəmizin ürəyi, evimizin nuru, hər birimizin dayağısan. Uşaqlığımızdan bugünə qədər bizə verdiyin sevgi, qayğı, səbir və fədakarlığın sözlərlə ifadə olunmaz. Sənin sayəndə öyrəndik ki, ailə nə deməkdir, sevgi nə deməkdir, insanlıq nə deməkdir. Sənin gülüşün bizim üçün ən böyük xoşbəxtlikdir. Allah sənə daimi sağlamlıq, uzun ömür, könül rahatlığı versin. Hər zaman ətrafında səni sevən, dəyər verən insanlar olsun. Ad günü mübarək, əziz anam. Biz səni çox sevirik və sən bizim üçün çox dəyərlisən. Arzu edirəm ki, hər zaman belə gözəl günlərimiz olsun. Süfrəmiz bərəkətli, ailəmiz birlikdə olsun. Allah bütün analara can sağlığı versin. Bizim üçün ən dəyərli varlıq olduğun üçün sənə minnətdarlıq. Sənin varlığın həyatımızı daha da gözəlləşdirir. Çox yaşa, canım anam. Tortumuzu da artıq kəsirik. Bu tortu da çox bəyənirəm. Son vaxtlar ad günlər, xüsusi günlərimiz olanda mütləq tortları azadan alırıq. Çünki oranın tortlarını çox bəyənirəm. Çox ləzzətli olur. Anam da çox bəyəndi. Və tortumuzu yedik, ləzzətli. Mən çox sevindiyim bir məqam da var ki, buradan çıxanda anam bizə gedəcək və bir neçə gün bizimlə qalacaq. Və anam bizdə qaldığı günlərə mənim çox yaxşı planlarım var. İstəyirəm ki, onunla birlikdə gözəl zaman keçirək. Birlikdə həm evdə yaxşı zaman keçirməyi düşünürəm, dadlı yeməklər hazırlamağı, yeməyi, həm gəzməyə getməyi, anamla ikimiz baş-başa şəhərə getmək, bir çay içmək, bunu istəyirəm.
Düzdür, mən videonu hazırlamışam və bu kadrların hər birini yerləşdirə bilmədim. Onunla birlikdə olanda vaxt elə gözəl keçirdi ki, mən heç telefonu əlimə alıb çəkiliş etməyi unudurdum bəzən. Ona görə də elə xüsusi bir yerlərə gedəndə yadıma düşürdü ki, çəkiliş etməliyəm. Evdə olan müddətdə və yaxud da anamla birlikdə biz şəhərdə çay içdik, gəzdik, parka getdik, salona getdik, çoxlu işlər gördük, amma onları lentə ala bilmədim. Çünki yenə deyirəm, o qədər maraqlı idi ki, söhbət dolu keçirdik ki, günlərimiz. Mən telefonu götürüb kadrlar çəkməyi heç yadıma da sala bilmirdim. Çəkiliş etdiyim ikinci gözəl məkan isə anam qaldığı müddət ərzində biz getdik balıq yeməyə. Həmişə getdiyimiz yerə, bura Kürçayının sahilidir. Yenikənd su anbarı ətrafındadır. Burada çox gözəl, şirin bir kafe var, Dalğadır adı və gözəl balıq pişirirlər. Mən ömrümdə heç yerdə bu ləzzətdə, bu dadda balıq yeməmişəm və mütləq istədim ki, anamı da özümlə aparım. Atam da gəlmişdi, elə hamımız birlikdə getdik balıq yeməyə. Onlar da çox bəyəndilər həm mənzərəni, həm də balığın dadını. Birlikdə gözəl gün keçirdik və bizə yollandıq. Artıq anam bugün evə gedir. Və mən də qızımla baş-başa qaldım. O belə rəsm çəkirdi. Mən də onun yanında əyləşmişdim. Çay içirdim və sizin üçün bu videonu montaj edirdim. Daha sonra isə artıq sabahdan mənim dərslərim başlayır. Ona görə də kitablarımı götürdüm və dərslərimə baxdım. Görüm nə var, nə yox, onlara nədən başlamalıyam, necə keçməliyəm, yeni planlar qururdum ki, uşaqlar üçün daha əyləncəli və maraqlı olsun. Sizinlə də burada sağollaşıram. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər bəyəndinizsə kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.